belə qaqaşı yığdım, gördüm ki, telefonu açmadı. Açmayanda narahat oldum da. Uşaq da orada qəribçilikdədir, yəni kimsəsizdir, yanındakı heç kim yoxdur. Düz deyil, bizim orada soydaşlarımız var, yəni Azərbaycanlılar var, amma bir bacı, qardaş, bir doğma yoxdur da, yəni qanı qanından olan kimsə yoxdur. Belə də qəribçilikdədir də. Narahat oldum. Götürdüm belə yaxınlar var, onlara zəng çaldım, dedilər ki, Sadiqin vəziyyəti narahat olubdur ürəyindən. Aparıblar ürəyinə əməliyyat eləməyə. Uşaq da 33 yaşı var. Hə. Yəni elə bil ki, mənim dünyam yıxıldı da, dünyam məhv oldu elə. Siz nə danışırsınız? Dedi ki, hə, uşağı aparıblar, uşaq narahat olub, ürəyi narahatlaşıb, elə aparıblar, aparan kimdə deyirlər ki, bu dəqiqə ürək əməliyyat olmalıdır. Hə, həmin günü mən yatmadım demək olar ki. Bütün Rusiyanı demək olar ki, bir-birinə vurdum da ki, nə zəng çatmır, axı ondan bir məlumat almaq istəyirəm ki, bir